2020-ci ildə 44 günlük müharibə vaxtı həlak olanların bir qismi döyüş şəraitində ölməmişdi. Global Info az məlumat verir ki, bunu Ümumi Erməni Həkimlər Assosiasiyası QET-nin rəhbəri Sergey Mkhitaryan deyib. O, Ermənistan ordusunun tibbi təchizatının çox zəif olduğunu bildirib. Yalan danışmamaq lazımdır. Müharibə vaxtı həlak olanların bir qismi xəstəxanalara yerləşdirilən döyüş meydanlarından güclə çıxarılan yaralılar idi. Onlar məhz tibb sahəsində yaşadığımız çatışmazlıqlara görə xilas edilə bilmədilər. Əskərləri itirdik. Hətta 2022-ci il sentyabr döyüşlərində də eyni problemi özləşdik. Bunlar yanlış tibbi müdaxilə metodlarına görə baş verirdi. Müdafiə Nazirliyinin tibbi xidmətində ciddi nöqsanlar var. Dərman preparatlarının təminatı tibb xidmətinin çevik hazırlıq səviyyəsi yaxşı deyil. Adicə tibb bacıları 3 ildən bir ixtisas artırma kurslarından keçirlər. Bu zəif göstəricidir. Bizdə həkimkilər tibb işçiləri müharibə şəraitində yaralılara çevik və peşəkar müdaxilə edə bilmirlər. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla Avropa İttifaqı arasında imzalanan sənədə sərt reaksiya verib. Xen sənəddə yer alan müddəaların sülh gündəminə uyğun olmadığını qeyd edib. Düzü gedən sənəd Ermənistanın hərbiləşdirilməsini, Azərbaycana qarşı ittihamları və əldə edilən razılaşmaların bloklanmasını özündə əks etdirir. Bu sənəd nəyi gətirib çıxara bilər? Ermənistan sülhdən və Bakı ilə razılaşmalardan imtina edir. Global Info azad danışan politoloq Elman Termanoğlu bildirib ki, rəsmi Bakının Ermənistanla ay arasında imzalanan sənədən verdiyi sərt reaksiya tam əsaslıdır. Bu sənəd mahiyyətcə regionda formalaşmaqda olan sülh gündəmini pozur və Ermənistanın destruktiv siyasətini bir daha üzə çıxarır. Sənəddə yer alan bir sıra müddəalar xüsusilə də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dolayı formada şübhə yaradan məqamlar real sülh prosesinə zidd addım kimi qiymətləndirilməlidir.